Bu mənim ən həyəcan verici seminarım ola bilər. Ümumiyyətlə, məncə psixologiyada ən həyəcan verici mövzulardan biri məhz bu mövzudur. Kölgə tərəf. Yəni, videonun sonunu gözləməyəcəm bu açıqlamanı demək üçün. Kölgə tərəf bizim özümüzdə qəbul eləmədiyimizə görə tam tərsinə sahib olduğumuz xüsusiyyətlərimizdir. Çox qəribə səslənir. Amma bəzən bəzi xüsusiyyətlərimizin fərqinə varmaqdan o qədər qorxuruq ki, onun tam tərsi kimi davranırıq. Və onun tam tərsi kimi davrandığımızda heç vaxt həyatımızdan tam olaraq qane olduğumuzu hiss eləmirik. Tam olaraq razı olduğumuzu hiss eləmirik. Özümüzü də yetərli hiss eləmirik. Yəni, bir çox insandan eşidə bilərsiniz bunu ki, həyatımda hər şey var, özüm də yaxşı biriyəm məncə, amma özümü xoşbəxt hiss eləmirəm. Niyə? Çünki bəlkə də bəzi səbəblərə görə özünlə tam olaraq dürüst ola bilmirsən. Bəlkə də bəzi arzuların sənə utanc verici gəlir və ona görə o arzulara sahib olduğunu belə bilmirsən. Bəlkə bəzi xüsusiyyətlərin sənin üçün zəif tərəflərdir, amma əslində sənin arzularına səni çatdıracaq xüsusiyyətlərin də elə o xüsusiyyətlərindir və o xüsusiyyətlərini qəbul eləmədiyinə görə öz arzularından, öz istədiyin həyatdan, öz istədiyin səndən qaça-qaça gedirsən. Daha ətraflı məlumat üçün açıqlamanı oxu.